İlk 100 natural ədəd içərisində seçilmiş ədədin sadə ədəd olması. Ehtimalını tapın. Ehtimal nədir? Məxrəcdə bütün hallar. Surətdə axtarılan hallar. Bəli. Axtarılan hallar. Axtarılan. Onda ilk 10 natural ədəd deyirsə, bütün hallar nə qədər olacaq? Nə qədər o? Nə qədər olacaq? 10 dənə. Bəli, 10 dənə. Bəs onların içərisindəki sadə ədədlər deyirsə, axtarılan hallar nə qədər olacaq? Hansılarda 4 dənə? 2, 3, 5, 7. Bəli, 2, 3, 5, 7, 4 dənə. Afərin. Bunları da ixtisar eləyəndə nə alınır? 5-də 2 alınır. Bəli. 6-cı sual. Məhdilin əvvəlcə 50%-ni, sonra qalan məhdilin 80%-ni işlətdilər. 30 metr məhdil qaldı. Əvvəlcə nə qədər məhdil var idi? Uşaqlar, tutaq ki, məhdilimiz x metrdir. X metrin əvvəlcə 50%-ni işlətdilər. Neçə faizi qaldı? 50%. 50%. Yazaq. İndi qalan məhdil özü də 100% hesablanır. Yəni, nə qədər qaldısa, artıq biz 100% olaraq onu götürəcəyik. O qalan məhdilin, yəni 100%-ində 80% işləndi. Nə qədəri qaldı? 20%. Bəli. Bunu da yazırıq. Bax, məhdilimizin ümumi uzunluğunu qalan faizlərə vuranda qalan məhdil tapmış oluruq. Yəni, qalan hissələri, qalan faizləri bir-birinə vuranda qalan hissəni tapmış oluruq. Buna görə də bunu bərabər eləyəcəyik. Nə qədər məhdil qaldı? 30 metr. 30-a. İndi gəlin hesablayaq. Necə hesablayacağıq? Yuxarıdan və aşağıdan sıfırları ixtisar aparasıyıq. Düzdür? Aşağıdan bir sıfır. Bir dəqiqə. Yuxarıdan bir sıfır. Aşağıdan bir sıfır. Yuxarıdan bir sıfır. Və alınacaq x vurulsun %5-i 2-yə vuranda 10. İndi yenə də ixtisarımızı aparaq. Aşağıdan yuxarıdan bir sıfır aparaq. Qalacaq x vurulsun 10-da 1. Artıq burada x-i tapmaq üçün onu 30-a vurmalıyıq. X bərabərdir 300 alınacaq uşaqlar.